Sosial medyada yayılan bu görüntülər diqqət çəkib. Kadrlarda Ebru Şahin'in dəniz kənarında su idmanı ilə məşğul olduğu anlar əks olunub. O, xilasedici jilet və qoruyucu dəbilqə ilə suya girməyə hazırlaşarkən görüntülənib. Görüntülərdə onun olduqca rahat və enerjili olduğu diqqətdən yayınmır. Yanında isə başqa bir şəxs görünür. Dənizin üzərində keçirilən bu əyləncəli fəaliyyət həm maraqlı, həm də fərqli görüntülərlə yadda qalıb. Paylaşım qısa zamanda izləyicilərin diqqətini çəkərkən bu anların harada və hansı səbəbdən çəkildiyi də maraq doğurub. Xüsusilə Ebru Şahin'in gündəlik həyatından belə səmimi və əyləncəli görüntülərin paylaşılması pərəstişkarlarını sevindirib. Sizcə bu görüntülərdə ən diqqət çəkən detal nədir? Fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın.